Sözü verir, hidayət ölmür. Salam, hörmətli tədbir iştirakçıları. Əfsanəvi qəhrəman Həncəli Teymurovun haqqında yazılmış Sürəddin Əliyevin kitabının təbliğatında hamımızda xoş gördük. Mən söhbəti çox uzatmaram, istəyirəm ki, Həncəli Teymurovun əziz xatirəsinə həsr etdiyim bir şeiri oxuyam. Qəhrəmanlıq rəmzi, qeyrət simvolu, tarix salnaması, həqiqət yolu, azadlıq carçısı, ədalət yolu, ey haqdan doğulan günəş Həncəli. Sən ana vətənə günəş ay oldun, Tanrı dərgahından elə pay oldun, kükrəyən, çağlayan dəli çay oldun, qəlbi dünya boyda geniş Həncəli. Sən vətən uğrunda qıyaraq cana, bir tarix bəxş etdin Azərbaycana. Can fəda sən tək bir qəhrəmana, doğdun ömrümüzə günəş Həncəli. Borcludur bu millət bir ömür sənə, dünya kəsilibdir bir heyrət sənə. Təzim edir hər vaxt hidayət sənə, ey haqdan doğulan günəş Həncəli. Və mən Sürəddin Əliyevin uğruna sevilməyə bilməzdim. Bu münasibətlə də vaxtınızı alaram. Məni bağışını üzr istəyirəm, ikinci bir şeirimi deyəm. Sevilməsə, tarzə sinəsinə basanda tarı, avazı yayılmaz sim sevilməsə. Mizraf çəkilsə də simlər üstünə, pərdələr dil açmaz bəm sevilməsə. Zərgər yaxşı bilir zərin qədrini, zəhməskeş alında tərin qədrini. Şairlər bilirlər şeirin qədrini, eyb etməz ağıldan kəm sevilməsə. Sevinci dost ilə yarı bölürük, ölməz xoş günündə deyib gülürük. Ürəyi paxıldır, niyyəti çürük, dostun uğruna kim sevilməsə. Çok sağ olun.